Salam, biz bugün sizinlə fonetika bölməsinin saitlər və samitlər, onun növləri və tələffüzü bu bölmənin izahatına baxacaq. Hansı sözdə deyir Q hərfi K səsini ifadə edir? Biz bilirik ki, qoşa Q'lar olan zaman və bir də ki, Q samitindən sonra kar samit gələrsə, Q samiti K səsini ifadə edəcək. Burada məqsəd, nöqtə, maraqda maraq deyə tələffüz olunacaq. Diqqət və cavabımız çıxdı. 1, 4, 6 bu variantımız olacaq. Sonra bizdən soruşur ki, hansı cərgədəki sözlərdə uzun tələffüz olunan sait vardır? Uzun tələffüz olmaq nədir? Bir hecanın uzun tələffüz olması digər hecaya nisbətən. Məsələn, burada ədavət, A uzanacaq. Ərazi, ədalı, əlavə. Cavabımız A variantıdır. Əvvəl sözündə olmayacaq. Əvvəl. Sonra uzanma yoxdur. Ekipajda uzanma yoxdur. Xəritə, əməkdaş yoxdur. Enmək, erkən, ertə. Bunlar da yoxdur. Cavab A variantı. Hansı sözdə qoşa saitlərin ikincisi cingiltili tələffüz olunur? Biz qeyd etmişdik ki, iki kar samit yanaşı gələrsə, ikincisi cingiltili tələffüz olunacaq. Təbii ki, onlarda eyni cinslər də var və müxtəlif cinslərə də aiddir. Məsələn, təfəkkür idi, səhv eləmirəmsə burada yazılan söz. Təfəkkür. K, G səsini ifadə eləyəcək. Müfəttiş. T-dıya keçəcək. Libretto. Düzdür. Şəffafda f-lar olduğu kimi qalacaq. Qəssafda olduğu kimi qalacaq. Həssaslıqda olduğu kimi qalacaq. 1, 2, 3, 6 cavabımız B variantı olacaq ki, burada artıq dəyişəcək. Bu hansı qaydaya aiddir? Eyni cinsliyə qoşa samitli sözlərimizin deyilişinə yalşı tələffüzü fərqli olan bölməyə aiddir. Deyir, hansı nümunədə birinci sözün son samiti cingiltili tələffüz olunur? Biz dedik ki, cingiltili tələffüz olunmur, üzr istəyirəm. Samit gələrsə, artıq nə olacaq? Samit gələrsə, cingiltili yox, kar tələffüz olunacaq. İndi biz baxacaq. Palıd, qozası. Qoza sözü qı ilə olduğuna görə kar tələffüz olunacaq. Götürürük 4 manat. Çünki M samiti gəlib. Kitab satışı 1, 3, 5 olacaq. Cavabımız niyə görə 2 və 4 olmur? Çünki ağac və uşaq sözləri saitlə başladığına görə armud və uşağı deyəcək. Ona görə cavab 1, 3, 5. K hərfi hansı sözdə Y samitinin kar qarşılığını ifadə edir? Y-nın kar qarşılığı nədir? İk. Düzdür. Lakanik. Burada K səsini ifadə eləyəcək. K səsini. Sonra liderik. Elə cavabımız bu olacaq. İ səsini. Məkkədə biri K, biri G-dir. Əmlak K-dir. Türkdə də K-dir. İlk sözün son samiti kar tələffüz olunur. Yəni, bu zaman kar tələffüz olunur deyəcəksə, deməli, nə olmalıdır? Fındıq ləpəsi samit gəlib. Yerdə qalanlar da gördüyünüz üzrə saitdir. Hansı sözdə Q hərfi X kimi tələffüz olunmur deyir. X kimi tələffüz olunması. Və sözün sonunda və özündən sonra samit gələcək.
Yumşaq olacaq, getdi. Bizdən olunmur deyir. Qaymaq, yarpaq, buruq hamısında x-ni ifadə edir. Amma üfüq, şəfəq, müvafiq, sadiq alınma sözlər olduğu üçün k səsini ifadə etmiş olacaq. Yarışda birinci gələn Məhərrəmdir cümləsindəki hansı sözlər cingiltili samitlərdən biri kar tələffüz olunur? Yarışda cingiltili deyir samitlərdən biri kar kimi tələffüz. Bizim Məhəmməddir. Çünki iki dənə d-dan birincisi cingiltləşəcək. Burada da karlaşacaq da doğrusu 5 olacaq. Sözlərdən birində bütün cərgələrdə bütün sözlər uzun tələffüz olunan qapalı sait var deyir. Qapalı sait ı-i-u-üdür. Asiman, burada a saiti uzanır. Nümayiş, a uzanır. Cavab C variant olacaq. Xüsusi, musiqi, təriqət. Sənaye, burada a uzanır. Burada mötərizə ö uzanır. Hansı sayda nöqtələrin yerinə x tələffüz olunmalıdır deyiriksə, deməli o dəqiqə baxmalıyıq ki, samit səs gəlməlidir. Bulaq suyu. Biz fonetikada təbii ki, nədən danışacağıq? Sözlərin tələffüz formasına baxarıq, yazılışına yox. Daha çox bizə mötərizədə soruşubsa, burada artıq biz onun tələffüzünə fikir verməliyik. Sözlərdən hansında q samiti k səsini ifadə edir? Rəqs, sonra layiq, k səsini ifadə edir. 2-6. Y variantı. Hansı sözün ilk samiti onun kar qarşılığı ilə əvəz edilsə, yeni mənalı söz yaranmaz deyir. Tələ deyə bilərəm də, dələni tələ ilə. Gövhər, kövhər, zaman, saman, zəfər, səfər, faza. Gövhər deyə bir söz var, amma kövhər deyə bir söz olmadığı üçün cavabımız D variantı. Hansı cərgədəki sözlərin yalnız birində uzun tələffüz olunan sait var? Katib, siyasət, elan. Burada hər üçündə var, getdi. Təcili, qasid, iki dənəsində var, gedir. Şikayət, hecada uzanma yoxdur. Ənənə, həmrəylik, surət, çarə, iki dənəsində oldu. Dirçəliş, mədəniyyət, tərcümə. Burada ümumiyyətcə olmadığı üçün şikayət sözündə bir tək. Cavab C variantı. Cərgələrin birində ardıcıllıq q, ğ, x və k səsləri. Birinci bizdən q səsini ifadə etdiyi üçün burada artıq üfüq olacaq, gedir. Biz bura baxaraq, qulaq sözündə bir əvvəldə q səsi var, bir də axırda. Özündən sonra aparat sözü gəldiyi üçün ikinci q'mız ğ kimi ifadə olunacaq. Sonra otaqsız x-ı ifadə edəcək, çünki belə deyək, samitdən başlanan söz gəlib, burada da axırda məqsəd. Cavabımız B variantı. Tərkibində uzun tələffüz olunan sait var. Kamal yoxdur, kitab yoxdur, xüsusi, əhatən, laləzar, daimi. 2, 3, 7, 8. Hansı nümunədə ilk söz son samiti kar tələffüz olunur? İlk sözün son samiti. Yenə baxaraq ikinci tərəfimizdə nə gəlməlidir? Samit. Və burada da saitdir. Baxırsınız, burada da saitdir, saitdir, sait. Burada qıraq, tərəf sözünə görə artıq qıraq sözü yox, qıraq kimi tələffüz olmuş olacaq. Hər iki sözdə saitlə başlanan şəkilçi artırdıqda sözün sonunda q samitinə keçmir. Deməli, alınma sözlərə baxacaq. Uşaq, uşağın deyə bilirik, qonağın deyə bilirik, bıçağın deyə bilirik, yarağın, amma piroğun deyə bilmərəm, mitinğin demək olmadığı üçün cavabımız B variantı. Yenə ardıcıllıq soruşursa bizdən
Baxırıq, burada D variantı olacaq. Niyə? İlk bir sözdə birinci hərfimiz demişdik ki, əvvəldə gələrsə Q kimi tələffüz olunacaq. Sonraki axırda gələn sözə baxacaq. Burada da o saytı gəldiyi üçün Q ilə əvəz olunmuş olacaq. Qonaq, otağı, yarpaq və rəqs. Cavab D variantı. Q 3 müxtəlif səs ifadə edə bilirsə, yarpaq, qapaq, burada x-ları ifadə elədiyi üçün bu variant bizə lazım deyil. Çıraq, burada x-dır, burada k-dır. Toqqada həm də q və k səsini ifadə elədiyinə görə cavab D variantıdır. Y samiti klaster verilibsə bizə, indi baxırıq. Görək burada doğru fikirlərimi verib, yoxsa yanlış fikirlər. Bəzən burada ola bilir ki, yanlış fikir olsa, biz burada yanlış variantı seçəcəyik, doğru olsa doğru. Bəzi sözlərin tərkibində qoşa işləndikdə tələffüzdə biri düşə bilər. Bəli, doğru fikirdə maneəli tələffüz olunur, bəli. Kəl qarşılığı yoxdur deyir, var, iştirixdir. Sözün sonunda qoşa gələ bilər. Söz sonunda qoşa gələ bilərmi? Bir dənə baxaq, bu dəqiqə söz yadıma düşmür. Yazıldığı kimi tələffüz edən qoşa samitli söz yoxdur deyir. Niyə var? Məsələn, səyyah deyə bilirik. Sözün əvvəlində yazıldığı kimi deyilir. Bəli, deyilir. Sonra söz sonunda işlənə bilmir, işlənə bilir. Məsələn, pay mənasında. Qoşa y ilə də yoxdur. Cavabımız nə olacaq? D variantı. 4 məqamda qalın, açıq dodaqlanmayan saitin tələffüz etdiyi sözü müəyyən edin. 4 dənə məqamda mənim saitim qalın olsun, açıq olsun və dodaqlanmayan olsun. Məsələn, burada daha çox A-nı nəzərdə tutulacaq. Deməli, arfa, qrafiya 4 dənə məqamda burada var. Marfa, lo. Burada lo olduğu üçün 3 dənə olacaq. Astronomiya. Burada astra A-ya keçir, amma buradakı o keçmir. Burada da 3 dənə olacaq. Magnita. Fon, magnita deyiriksə 2 dənədir. Aratoriya. Toriya. Ara. To. Burada da 2 dənə olduğu üçün cavabımız B variantı olacaq. Fərqləndirilmiş sözlərdən hansının son samiti cingilti ilə tələffüz olunur? Biz özündən sonra sayta baxacaq. Burada işıq var. 1-i götürəcək. 1. Burada mənlik, kimlik sözləri samitlə başladığı üçün olmayacaq. 1-də 4. Çünki öz sözü gəlib. Hansı bənddə K-yi əvəzləməsə baş vermir. İştirakımız deyirik, vermir. 1 ilə 3 olacaq. Çünki küləyə, bayrağa sözünü deyə bilərik. Hansı sözdə cingiltili samit özünün kar qarşılığı kimi tələffüz olunur deyiriksə, hansı sözlərdə cingiltili samit özünün kar qarşılığı kimi. Deməli, buluddan deyə bilərik, t-dəyə keçə bilər. Şəfəq, k deyə bilərik. Maraqla, burada Q-nın kar qarşılığı K olduğu üçün burada X-dır, ola bilməz. Palıdın ola bilməz. Təmizkarlıq deməli 2, 4 olacaq cavabımız. Bu qədər.